Axşamınız xeyir olsun. Mətbuat konferansımız davam edir. Öncə Qurban müəllim fikirlərini bildirsin, daha sonra suallara keçək. Axşamınız xeyir olsun, salam müəbbinizi. İlk öncə futbolçularımı təbrik edirəm. Çox gərgin bir oyun oldu. Sonda yorulmuşlar ümumən. Çox əziyyət çəkdilər. Və Rəşad təbrik eləmək istəyirəm. Belə get-gedə oyundan oyuna daha da mübariz bir komanda formalaşdırır. Bugün bəlkə də bizim zirəyə oynadığımız oyunların içində bizə çox da imkan verilməyən bir oyun idi. Hansı ki, çox ağıllı, çox düzgün müdafiə qurmuşdu və çox da düşünülmüş bir hücumları var idi. Və belə uğurlar arzulayıram zirəyə də və adətləşlərimdə təşəkkür edirəm ki, bizlərin oldular bu qədər. Buyurun. Buyurun. Kadi yaşından sonra Benziyanın mövqeyi rəsmətdən, hazırki Benziyanın oyununa nədən razısınız? Ümumən onun o mövqedə oynamasından razıyam. Onun meydandakı düşüncəsi, oyunu idarə etməsi, ümumiyyətcə oyunu belə oxuması, belə deyək, yəni çox razıyam. Sadəcə bugün ola bilər daha yorğun idi. Bugün biraz top itkiləri çox oldu. Mütləqəm yox, ümumiyyətcə çox oyuncularımızda top itkiləri çox oldu. Bu da biraz yorğunluğuna irəli gələn bir şeydir. Amma ümumən belə razıyam. Yəni mənim istədiklərimi meydanda yerinə yetirmək qabiliyyəti olan bir futbolçudur. Özü çıxdı, yəni oynaya bilmədi, ağrıları çox oldu. Böyük ehtimal ciddi olmaz, amma görək nə dərəcə ciddi olmayacaq. Biraz ayağında, topunda şiş var. Ona görə qarşıdakı günlərdə bilinəcək. Buyurun. Başqa sualınız var? Buyurun. Qurban müəllim, sualım oyunla bağlıdır. Ölkə Kubokun cavab oyununda yarımtalan oyunu əcnəbi hakim idarə etməsini istəyir. Yox. Buyurun. Gələn vaxtında tərkibində olan iki sualım vardı. Birinci sual, ötən oyunda olan məlum üsulla görə gözlənilir ki, Afqanistan komitəsini cəzalandırdı, amma ki, heç bir cəza olmadı. Sizcə bu sizin nüfuzunuza görə çəkindilər cəzalandırmaqdan? Niyə cəzalandırsın? Məlum üsulla hakimi etiraz olaraq planşetin... Yox, mən hakimin nə üzünə etiraz elədim, nə meydana girdim, nə sadəcə ümumi biraz epizoda biz dərindən baxsaq, orada tək hakimə hisslənən əsli epizod deyil. Orada mən öz oyuncumuza da istəyirəm ki, daha dəqiq olmalı, belə bəsit epizodlar olmalı deyil. Ümumən belə, yəni, biz daha kənarda belə oturası deyilik. Yəni, məncə, o sanki belə deyək də, yəni, oyundan kənar bir epizod idi da. Yəni, ziyan özümüzə vurmuşam, öz ayfətimizi sındırmışam. Belə də, yəni. Yəni, olsa da, versələr də problem yoxdur, amma yəni, mən bundan əvvəlki qırmızılara mən etirazımı bildirmişdim və bugün də öz fikrimdə qalıram. Hansı ki, sonradan bizim oyuncularımıza verilən. Amma belə, əgər haqlıdırlarsa, heç problem yoxdur. Yəni, biz... İkinci sualda ki, AFFA İcra Komitəsində fəaliyyətinizin bir il tamam oldu. Sizcə bir il ərzində nəqlərlə Azərbaycan futbolundan faydalanır mısınız? Hansı faydalar görürsünüz? Yox, bir ilə mən belə deyək də, nəsə etmək elə də asan deyil. Sadəcə ümumi gedişat necə qurulur, ümumi gələcəyə nə cür baxılır. Yəni, ümumi orada olan müzakirələri nəzərə alsaq, yəni gələcək üçün bir xeyli işlər nəzərə tutulub. O da yəqin bir neçə ildən sonra, belə deyək də, bəhrəsini verəcək. Başqa sual, buyurana. Qurban müəllim, yeni gəlmişkən AFFA ilə bağlı sualım. AFFA-nın İcra Komitəsinin son toplantısında müxtəlif yığma komandaların uğursuz baş məşqçiləri vəzifədə saxlanıldı. Sizcə bu səhv qərar verildi? Onlar çox xahiş edirəm, mənə ümumiyyətcə İcra Komitəsindən bağlı suallar verməyin. Çünki orada nə müzakirələr olunursa,
hamıya, ümumiyyətcə mediaya ətraflı məlumat verilir. Mənim hər hansı bir fikir bildirməyim, mən fikrimi burada yox, belə deyək, əgər lazım olur, mən orada bildirirəm. Kənarda bildirmək bir o qədər də düzgün deyil. Və yəni belə açıqlama veriləsi bir, belə deyək də, epizod deyil, sual deyil bu. Ona görə üzrlü hesab eləgindən, yəni bəzən belə deyək də, belə fikirlər görsən biraz qarşılıq yaradır, belə deyək. Buyur Orxan. Ama artık esas mevzuda vardı, yani 15 hafta vardı ve bir mevzuda olmasa gelen mevsim. Öten mevsim, geçen mevsim olduğu gibi yine erken şampiyonluğu değildir. Mesela bu hal fərqi komandanın futbolçulara gələcək oyunculara təsir edir, gələcək turlarda. Yəni müsbət. Bəli, belə ciddi rəqəmdir 15 xal. Ciddi rəqəmdir və bundan da 12 xal idi. O da az rəqəm deyil, ciddi rəqəm idi. Və bəlkə də yəni bu oyunlarda da hiss olunur ki, futbolçularda biraz arxançılıq var, daha rahat oynayırlar. Amma niyə mən çox da üzərlərinə getmirəm? Ümumiyyətcə, yəni neçə illər çox gərgin bir sezon keçirdik. Yəni hər il istərsə futbolçularda həm fiziki, həm psixoloji yorğunluq, həm ümumi belə bəzən mən sizə deyim ki, futboldan hətta bəzən görürsən doyurlar. Necə doyurlar? Yəni o qədər yorğun olurlar ki, yəni beyinlərində o qədər onlardan tələblər olunur ki, yəni o fikirləşirlər ki, mən bu tələbləri necə yerinə yetirim? İstərsə bunlar insanlar yorulurlar və bəzən belə oyunlarda sanki onların belə oynaması mənim məsələn belə deyək, gələcək işlərim üçün, gələcək planım üçün bəlkə daha faydalı olur. Çünki bəzən futbolçulardan daima tələb belə evdə belə deyək, özümüzdən bir şey bir dəfə istəyəndə, iki dəfə tələb edəndə, üç dəfə tələb edəndə biz özümüz məsələn dostumuzdan hirslənərik, bizdən böyüklərdən hirslənərik, belə istərdim. Amma bunlar da il boyu yəni qurban bunları nə qədər şey tələb edir. Yəni bunu eləyin, olmaz, ciddi olmalıyıq, yəni qalib gəlməliyik belə. İstərsən insandır, biraz 2 il, 3 il, 5 il görsən o bazanı yığıb saxlaya bilir, amma sonda görsən o yavaş-yavaş tükənir. Ona görə bu dəqiqə onlarda elə bir haldır futbolçularda və mən özümü bir məşqçi olaraq çalışıram buna toparlamağa ki, daha da. Amma mənim də məsələn görsən biraz yorğun vaxtlarım olur, mənim də görsən biraz hətta bu oyunlara hazır olmadığım vaxtlar olur. Özümü istəyirəm ki, oyuna tam motivasiya edim, görsən bəzən alınmır, amma ona görə bu belə olması yəni mənə gəlir ki, futbolçularıma bunun böyük bir faydası olacaq ki, bir var həddini artıq tələblə meydana çıxırlar, bir də var ki, belə daha rahat, daha sərbəst çıxırlar. Məncə bunun bir faydası olacaq və hər biri peşəkardır. Yəni biz bütün oyunlara normal hazırlaşırıq və bütün oyunlara biz qalibiyyət üçün çıxacağıq. Çünki biz daima istəyirik ki, azərkeşlərimizi sevindirək və o qələbə ruhunu, hissini qoruyub saxlamağa. Buyur. Üçün Sultanlı qələbə münasibətdə təbrik edirəm. Bugünkü qələbə sayəsində Avropalara getməyi təmin edirik. Ötən mövsüm çempion olanda UEFA-da baş verən prosesdə görə çempion olan komandaya görə çempion liqasına ikinci təsdiqat mərhələsində başlamışdınız. Bu mövsümdə, yəni qarşılaşma mövsümdə elə bir şey ola bilər. Sizə hansı daha çox sərf edir? Yəni çempion liqasının ikinci təsdiqat mərhələsindən başlamaq qərarı sərf edir, yoxsa ikincidən başlamaq? Burada həm oyun praktikası söhbət var, həm pul daha çox qazanmaq söhbət var. Bizə sərf edən minimum üçüncü olardı. Üçüncüdən başlasaq daha sərf eləyərdi. Çünki ən azından UEFA Avroliqanı təmin eləmiş olardıq və sonra da tam rahat hazırlaşardıq Çempionlar Liqasına. Amma nə qədər gec başlasa o qədər yaxşıdır. Çünki bilirsiniz, yenə çempionatımız bitir. İndi bilmirik finala çıxacaq ya çıxmayacaq kubokda. Ayın 1-i, 2-si, biri deyəsən. Final çıxası olsa, məsələn, ayın 1-də yenə istirahət vaxtımız uzanır və digər tərəfdən sonra milli komanda yığışır. Yenə də futbolçularımın istirahət az olunur. Yəni birinci mərhələdən olsa bizim üçün ola bilər çox böyük zərbə olsun. Birinci mərhələdən başlamaq. Ona görə 2-dən başlamaq yenə xeyirlisi. İstərdim ki, 2-dən başlamağa yenə. Buyur ama.
Onlar azarkeşlərimiz 2 kubok qazanmağı tələb edir. Söz verirsiniz. Anar, mən nə vaxt demişəm ki, mən istəmirəm də ikisini qazanmağı. Mən də heç vaxt deməmişəm, mən də istəyirəm ikisini qazanmağı, amma azarkeşlər məncə məndən tələb eləmirlər. Məndən istəyirlər ki, qalib gəlməyə. Onlar da bilirlər ki, mən də onlar kimi istəyirəm ki, daima elə bir uğurlar olsun. Tələb çünki futbol elədir ki, tələb biraz burada çox da düzgün yanaşma deyil də, belə deyək. Çünki burada digər komandalar hamı çox istəyir, hamı istəyir ki, klub hansısa bir titul əldə eləsin. Ona görə tələb olundu, mən də yerinə yetirmədim, bitdi hər şey, biraz belə. Amma kompromisdə gəlmək lazımdır, belə bir-birimizi başa düşüb, bir-birimizə dayaq olub və uğurda da bir yerdə, uğursuzluqda da bir yerdə olub, yaxşı, gözəl titullar əldə eləməyə. Başqa sualımız yoxsa çox sağ olun. Sağ olun.